Siyavuş müəllim, ümumiyyətlə səhnə üçün darıxırsınız? Bəli. Çox darıxırsınız? Çox. Çox. Əsasən hansı obrazlarınız üçün darıxırsınız? Yox. Obrazları oynamışam. Obrazların bəllidir. Hamısı doğmadır. Hamısı doğmadır. Gəlin açıq etiraf eləyək ki, məsəl üçün bir ata, bir ana, əgər 3 dənə, 5 dənə evladı varsa, onlardan birini daha çox istəyir də. O, yaratdığınız obrazlarda sizin evladlarınızdır. Hamısını istəyirsiniz. Hə. Hamısı. Görüm ne vakit medeni olacaksan. Ne olup yoldaş komendant? Götür. Neyi götür? Bunu papirosu. He. Başa düştüm. İnsan bilsə ki, onun qisməti haradır, haçandır, nə vaxtdır, inanın ki, o müddəti gözləyər. Amma insan heç nə bilmir, heç nə bilmir. Düzdür, etirafdır. Amma söz var demək olur, söz var demək olmur. Bir söz var adamı qalxızar, söz var adamı yıxar. Yəni ki, başıma çox işlər gəldi. Yəni, necə deyim sizə, bu 22 ildə çox gəldi. Amma bilirsiniz, sözü var demək olur, sözü var demək olmur. Amma bu 10 ildə gələn başıma iş, mən nəsə küsən olmamışam da. Yəni ki, bir dəfə də bir adam gəlmişdi mənim yanıma, o da vergili idi, Rusiyadan gəlmişdi, tanış edirdilər prosto mənə oyuna. Kartofeli xanım, почему по вечерам вы плачете? Dedim, откуда вы знаете? Как это? Вы знаете, yəni sən bilirsən, mən bilmirəm, axşamlar ağlayırsan. Dedim, mənim qəlbimə deyəndə, könlüm çox ağlayır. Mənim gözümdən bilinir ki, gözüm xırda da olsa, ruhum ağlayır. Mən o adama cavab vermək istəmirəm. Yəni, o adamın elədiyini, o cürdə mən ona qaytarsam, onu ilə məndə bir fərq ola bilər. Fərq olmaz. O mənə pislik elədi. Mən də ona dedim, ay belə-belə şuuda, məsəl üçün, belə məsəl üçün. Ona görə dedim, axşam deyirəm, mənim ağlamaq tutur. Mən Allaha şikayət edirəm. Ancaq dərdinizi Allaha deyir. Dərdimi Allah pərverdigara. Axı, mən neynəmişdim, o məni belə alçaltdı. Siyavuş müəllim, bax, özünüz bu dəqiqə hal-hazırda atasınız. Allah qoysa, inşallah 2 ildən sonra 80 yaşınız olacaq. Mən inanıram ki, o sizin o 80 yaşınızı bizim respublikada, bizim dövlətimiz böyük təmtəraqla qeyd edəcək inşallah, Allah qoysa. 80 yaşlı insan, 80-ə yaxın haqlamış insan üçün ata-ana nədir? Atanızı, ananızı xatırlayırsınız tez-tez? Bəli. Xatırlayırsınız? Bəli. Tez-tez mi xatırlayırsınız? Onları mən hamısını xatırlayıram. Amma olduğu kimi. Olduğu kimi. Salam, tamam xala. Əleyke salam. Tamam xala, məni ilə olduz. Yox, səhv elədim. Bəxtiyarla yetər. Yox, yenə çaşdım. Bilirsən, tamam xala, məni ilə yetər elə bir-birimizi... Ay, balam, sənə nə olub dilin topuq çalır? Tamam xala. Hə. Bilirsiniz, biz gəlmişik. Xoş gəlmişsiniz. Mən gəlmişəm ki... Hə. İş, qoyun mən deyim. Tamam xala, hə. Bəxtiyarla ulduz. Biri-birilərini sevirlər, evlənmək istəyirlər.
Mən də o demək istəyirdim də. Siyavuş müəllim, ümumiyyətlə həyatdan nə istəyirsiniz? Qalx. Var burada. Gene ne oldu? Ha balıklar niye böyle değiller? Hersi bir şey oynuyor. Her öz bir cür oynuyorsunuz hele niye? Hələ məşqdən çəkiləni düzələcək. Əsəd müəllim, deyirlər ki çəkiləndə düzələcək. Hə. Bir şey çəkebildiniz? Ha bala, mənə bax. Görmürsən Sen niye böyle üz gözü turşulmuşsan? Oynayanı bizim gülsün de. Gülürdüm də. Gördüm necə gülürdün. Gül de. Açsın ağzına. Bir xınalı qoç kəsdilər ayaqlarının altında. Hazır olan çəkirik. Bir xınalı qoçun da Hazır olun. Kəsdilər Sonra maşından nə oldu? düşəndə. Ağırda da boşandılar. Anagramanı hazırlayın. Qanun qara deyil. 8.000 pul alıblar məndən. Oynamaqlarına bax. Hazır olun. Siz filmimizi çəkin. Siyavuş müəllim, ümumiyyətlə sizinlə yola getmək çətindir yoxsa asan? Çətindir yoxsa? Asan. Həm çətindir, həm asan. Bilinir, bilinir, bilinir. Siyavuş müəllim, ümumiyyətlə ürəyinizdə hansı arzularınız qalıb? Arzularım mənim sözün düzü belə çoxdur, çox getməyib. Hələ çoxu var. Məsəl üçün, elə arzularım var ki, istəməzdim o geçsin. İstəməzdim, amma məcburam gedib. Amma qalıb da arzularınız ürəyinizdə. Qalb var. Siyavuş müəllim, doğrudan da həyat şirindir. Amma bir barədə yaxşıdır, o şirinliyi var da. Var. Yəni acılı günlər də var, şirinli günlər də var. Acılı günləri yaşayanda bilməlisən ki, şirinli günlər də yaşamısan da. Düzdürmü? Ümumiyyətlə həyatdan gileylənmək lazımdır, lazım deyil. Yox, lazımdır. Lazım deyil. Bəs sizin həyat yoldaşınız bilmirdi ki, siz dəli deyilsiniz? Valla onların heç söhbətini deyəcəm edəməmişəm. Bilməmişəm. Mən istəmirəm heç bu söhbət açılaydı. Süzədə açdınız ki, mən gələndə də, namazda da, Allahda da dedim, Marla, heç bu söhbətlər olmasın. Deməli, bütün həkimlər, orada olan medsestralar, hamısı başa düşürlər ki, bu qurma işdir. Bu qurma işdir. Qurma işdir. İndi hamısı mənə baxır, iynələri götürdülər, vurmurlar. Dekabrın 9-udur. Məni apardılar Abbasquliyevin otağına, hansı ki, mən əynimdə plaj, belə-belə gedmişəm. Bəli. İndi burada İki nəfər adam qolunuzdan yapışıb. Məni, biri Saradır, biri də ki, medsestra. Mən ayağımı sürüyə-sürüyə gəlirəm. İndi gəlmişəm, Sara mənə deyir ki, Ofelia xanım, Siyavuş da orada olacaq. Və sən birdən istənərsən, nəsə də, düzüm o, Siyavuşa mənim nə işim var, kimdə nə işim var, danışa da bilmirəm. Gəldim, indi oturmuşam burada, pismin stoldur, mən gəlib oturmuşam, nədir bu, belə kresloda. İndi belə eləyirəm, ayağım gedir, belə eləyirəm, əlim gedir. Bunu tuturam, ayaq gedir, belə tuturam, ikisi birdən gedir. Mən də buna söz deyə bilmirəm, baxı, biz öyrəşmişik də, Səlman əllə danışmasa mümkündür. Götürdüm, tutdum bunu, nədir bu, stoldan, sinəbi də yapışdırdım bura. Ki, dedim, Əhməd mənim, dediniz, get soyun, sənə baxacağım.
Vurdular mənə iynəni. Mən vallahi iynə vurmuram ki heç vaxt. Mənim deyirəm heç öskürəyim də olmur heç vaxt. Məndə qızdırma da olanda bir gün görürsən də nəyə görəsə ola bilər olsun, amma daha olmur bəs belə. Bəs ki vallahi mən heç çavuşla da deyirəm dava eləməmişəm axı. Biz elə yaşayırıq da başımda belə elə. Hə ki gördüm çavuşdur ki bəs professor mən bunu kağız yazdım aparım evdə qoy qalsın. Deyib hə nə olar lap yaxşı. Ki kağız yazdı Siyavuş, yəni aparır da özünə görə. Hə ki belə mən orada qalmışam. Siyavuş müəllim, alın yazısına inanırsınız? Alım yazsın. Alın yazısına, deyirlər yazı yazan, alın yazısına inanırsınız? İnanırsınız. Bugünkü sənət adamlarına nə deyərdiniz? Tonam. Kız adamın laf divarı yeride. Mən dombulla səni tikəkəsərim. Adamı dombuldun. Qədirimi de bilmedin. Bilmədim. Ne yiyeceksin beni? Bilmədim, atam bilmədim. Günah məndə deyil. Bilirsən necə oldu? Mənə ilə olduz. Yox, səhv elədim. O bunu sevir, bu da onu. İndi o bunu subay olmağına subayam. Ama çoxdanın kişisiyəm. Əzizim yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Əzizim yüzdü yollar, aynadı düzdü yollar, düzdü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Daha sınır maşının, daha sınır maşının, sağ olsun güzgü yollar. Her yanda, her tarafta, Yetkiyle bir hafta. her yanda, her tarafta. Siyavuş müəllim, bilirsiniz də Yaşar müəllim də xəstədir. Bu ne için axı? Xəstə Xəstələr. olmurdu. Sonradan xəstələnib yəni. Hə, yenə də xəstələnib. Bəh. Buyur qurban dayı. Bu nədir, Aryondur? Yox, Pierdier. Hə? Perdiye? Əlad. Kapsıram da. Fransızdır. Neçəyədir? 45 manat. Neçəyə? 35 manat. Necə? 25 manat. 25 manat. Vaa! Neynim qurban dayı 25'e veriblər. Bu da 25, bu da. Mən neynim ay qurban dayı, mənə də belə veriblər. Bir daha qırmızı onlu. Yox qurban dayı, mənə elə salma. Abi qohumlu Xahiş olmadı. edirəm, iş adamıyam, gedim işim Adam biz qohum deyil. Mənə elə salma Hadi qurban o yanadır dayı. yarım elə salma. Səni kim adam elə salarlar. Lap gözündə çıxardarlar. Neçə dəfə sənə demişəm, 40 kuruş al ver eləmə. Demişəm, deməmişəm. Demişsən. Axırda sən ölürsən, sənin üstündə bizi dolaşdıracaqlar. Yox. Bütün qohumları mən bizi tutturacaqsan. Oğlumun canı üçün axırıncı resti. Ya o ki zəvizə al. Zavizə al. 15 manat ataram yuxarıdan. Nə? 15 manat? Hə, bəsindir. Dayı, sən anamın qəbri heç olmasa 5 artır da. Yazıq bacım, elə sənin üzündən öldü. Olmaz. Nə arzulayardınız ona? Ona
bundan sonra bir 100 yıl yaşamaq. Sənətlə əlaqədar olaraq yalnız Yaşasın. Mən bilmirəm başqa ailənin bura nə dəxli. O bunu sevir, bu da onu. İndi o bunu... Eşi, ikisi de birbirini sevir. Hə də. Onsuz da qız köçəri quşdur. Qız ağacı, qoz ağacı. Kız yükü, duz yükü. Bir qız, bir oğlanındır. Qız qızıla dönüb, yox xəbəri oğlanların, qızların. Verilişin baş sponsoru Kapsiyalla Pərdə və Tül Mərkəzidir. Ofelia xanım, sizə pislik edən insanların sayı çoxmu olub? Olub, hə. Çox qəlbimə deyiblər. Sənətdən məni uzaqlaşdırıblar. Rol verməyiblər. Yəni, mən Hacı Babaya ki, o qədər sevinirdim onun gəlişinə. Sonra ki, o mənə 5 şirvan maaş verdi. Sonra otaqlar bölündü. Təzə binada, qrim kommunitalar. Gəldim, gördüm, heç yerdə mənim adım yoxdur. Amma məndən sonra gələnlər, yəni mən onların paxıllığını çəkmirəm, ha. Yəni mən də vaxtilə kimdənsə sonra gəlmişəm. Onlar var idi, sonra mənə vermişlər 3-cü mərtəbədə qrim kommunita. Yəni mən bunların gözün qabağında olmayım. Bu olub, maaşım az olub. Sonra axırda demişəm, Ayacı, heç olmasa konsertdə məni sal Telli Vəliyə. Heç deyir, mənim bu fikrimdə yox. Həcə özü pis adam deyir, mən sənə deyirəm. O sözə gedən olub həmişə. Sonra əvvəl saldılar məni Telli Vəliyə. Yenə bir neçə il mənə rol gəlmədi. Sonra gəldim, gördüm ki, yazılı Bankir Adaxlının rol bölgüsü. Yenə baxdım, gördüm mən yoxam. Bu müəmmətdə Həci keçir. Həci deyirdik də ona. Həci, dedim, mən yenə bu tamaşada da yoxam. Həci, istəyirsən mərzəni verim, çıxım. Çünki mən işim nədir, sənin nədir? Yox. Gəl bir gün birinci çitqadır, hansı roli xoşuma gəlsə verərsin. Ki, gəldim çitqada, baxdım, gördüm Səmaya xanım mənə xəsiyyət, rol xoşuma gəldi. Gəldim Həci bunu, yox, onu yox da, maralı oyna. Vallahi Həci, sən direktorsun, həm bədii rəhbərsin. Sən dedin, get, hansını istəyirsən, yaxşı. Ki, oyna, akasiyada mən orada onun arvadını oynamalıydım. Belə kaketli roldür, Hicranda Charleston gülüşü. Maestro, mənim üçün bir dənə fa. Mən çox gözəl qızam, parlaq bir ulduzam. Mən çox gözəl qızam, parlaq bir ulduzam. Heç bir vaxt söndürəməm. Adım Charleston'dur, canım Charleston'dur. Adım Berli Charleston'dur, canım Charleston'dur. Sözümdən döndürəməm. Ümumiyyətlə sənət adamlarından kimi görmək istəyərdiniz? heç kimi. Özümün o maşqır kimi. Salam aleyküm. Üzr istəyirəm. Əgər mümkünsə... Nə istəyirsən? Yanınıza göndərdilər. Elə bir şey deyil, mənzili məsələsidir. Mətləbə keçək bala. Dedilər, siz qol çəkməlisiniz. Nəçisən ay bala? Bəli. Deyirəm nəçisən? Heykəltaraşam. Maşallah, yaxşı sənət seçmişsən. Çox sağ olun. Ged 3 gündən sonra gələrsən. Baş üstə. Gələrəm. Narahat elədim sizi, üzr istəyirəm, sağ olun. Salam aleyküm. Həmin o məsələyə görə sizi narahat eləyirəm. Demişsiniz 3 gündən sonra gəl. Gəldim. Nəçisən ay bala? Heykəltaraş. Ged 3 gündən sonra gələrsən. Bağışlayın, neçə? 3. Baş üstə. Gələrəm. Çox sağ olun. Bağışlayın, narahat elədim sizi, üzr istəyirəm. Yerində mənəm, narahat eləyirəm. Heykəltaraş. Yadınızdadır. Demişsiniz 3 gündən sonra gələrsən. Nə oldu? Gəldim də. Cavan oğlansan, özün də heykəltaraş. Sən hər kəlməni gərək göydə tutasan. Axı mən sənə dedim 3 gündən sonra. 3, 1, 2, 3.
Başa düşdün? Başa düşdüm. Bağışlayın. Üzr istəyirəm. İcazə olar. Gəl görün. Salam aleyküm. Nə də bu? Sizə çatacaq. Neymiş? Buyurun. Bağışlayın. Biraz ləngitdim. Üzr istəyirəm. Sağlığına işlədin. Sağ olun. Gənc ailələrə, gənc ailə quran cavanlarımıza nə arzulayırsınız? Siz bununla nə demək istəyirsiniz? Onlar ikisi də cavandır hələ. Həsən başqasını sevə bilər. Yasəmən də onun kimi. Xoş getdiniz. Siyavuş mənim, sonda Azərbaycan tamaşaçılarına arzunuz, hələlik, məsələn bu verilişdə arzunuz. Nə arzulayarsınız Azərbaycan tamaşaçılarına? Ora həmişə cavanlıq. Cavanlıq ürəyimdə nə varsa, nə qədər gənclik varsa, Allah'ım olsun. Siyavuş mənim, çox sağ olun. Minnətdarım sizə. Şəxsən öz adımdan, Space Tel Radio şirkətinin rəhbərliyi adından öz dərin minnətdarlığımızı bildiririk ki, bizi qəbul elədiniz və gözəl etiraflar elədiniz. Tamaşaçılarımıza da onu deyək ki, əziz tamaşaçıları, bu bir korifey sənətkarın etirafları idi və bu evdə iki sənətkar yaşayır. Biri dünyasını dəyişir, biri isə də Allah can sağlığı versin, bax, burada əyləşir. Qoy Allah belə sənətkarlarımızı uzun ömür versin, can sağlığı versin. Siyavuş mənim, sağ olun, minnətdaram sizə. Sağ olun. Tonam! Kız adamın laf divarı yedi de. Mən dombulla səni tikəkəsin. Adamı dombuldun, qədrini de bilmedin. Bilmədim. Ne edeceksin hani? Bilmədim, atam bilmədim. Günah məndə deyil. Bilirsən necə oldu? Mənə ilə olduz? Yox, səhv elədim. O bunu sevir, bu da onu. İndi o bunu subay olmağına subayam. Ama çoxdanın kişisiyəm. Əziz tamaşaçılar, bu da bir etiraf idi. Bu da bir böyük sənətkarın etirafları idi ki, mən sizə onu özümə borc bildim ki, çatdırım. Əlbəttə ki, hər bir insan yaşadığı devirdə hər bir nələrisə də nail olursa, nələrisə itirirsə, həmişə günahı özündə axtarmalıdır. Çünki biz nə qədər günahı özümüzdə axtarsaq və nə qədər etiraflar eləsək,
o qədər də yüngülləşərik. Odur ki, çalışın, etiraf etməyi bacarın. Əgər doğrudan da nə çox etiraflar etsəniz, hər birimiz etiraflar etsək, o qədər də mənlə rahatlaşarıq.